Dostlar, bugün sizlərlə xəritə tərtib etmək istəyirəm və bu xəritədə ekvator xəttinin kəsdiyi ölkələrə, daha sonra isə Qriniç meridianının kəsdiyi ölkələrə toxunmaq istəyirəm. İlk öncə başlayaq ekvator xəttinin kəsdiyi ölkələrə. Fərqli rənglərlə vurğulayacağım bu ölkələri. Başlayaq. 1. Ekvador. Daha sonra Kolumbiya. Daha sonra Braziliya. Baxın, Cənubi Amerikada ekvator xəttinin kəsdiyi ölkələr Ekvador, Kolumbiya və Braziliya oldu. Keçək Afrikaya. Afrikada ada dövlətlərindən biri São Tomé və Príncipedir. Onu ekvator xətti kəsir. Sadəcə olaraq burada o xəritənin üzərində olmayıb, yoxdur. Ona görə onu qeyd edə bilmirik, amma Gabondan başladıq Afrikada. Gabon. Daha sonra Kongo. Daha sonra Kongo Demokratik Respublikası. Daha sonra Uganda. Ugandanı qeyd edeyim. Daha sonra Kenya. Və ən sonuncu isə Somali. Deməli, Afrikada ekvatorun kəsdiyi ölkələr hansılar oldu? São Tomé Príncipe, Gabon, Kongo Demokratik Respublikası, Uganda, Kenya və Somali. Keçək Asiyaya. Asiyada Hindistanın cənub-qərb hissəsində yerləşən Maldiv adalarını kəsir ekvator xətti. Lakin o burada göstərilmir yenə. Amma keçəcəyik Asiyada bir də İndoneziya. İndoneziyanı ekvator xətti kəsir. Daha şərqə doğru getsək, 180 dərəcəlik meridianın da kəsdiyi Kiribati ölkəsini görəcəyik ki, Kiribatini də ekvatorda kəsir, 180 dərəcəlik meridian da kəsir. Ona görə Kiribati dünyada yeganə 4 yarımkürədə yerləşən ölkə hesab olunacaqdır. Amma indi dediyim Cənubi Amerikadakı Ekvador, Kolumbiya və Braziliya, Afrikadakı São Tomé Príncipe, Gabon, Kongo Demokratik Respublikası, Uganda, Somali və Kenya, eynən Asiyada Maldiv adaları və İndoneziya. Bunları isə ekvator tək kəsdiyinə görə bunlar 3 yarımkürədə yerləşən ölkələr olacaqlar. Aha, bu getdi. Keçək indi Qriniç meridianının kəsdiyi ölkələrə baxaq. Qriniç meridianının kəsdiyi ölkələr hansı ölkələr olacaq? Elə Qriniç rəsədxanasının keçdiyi ölkə, yəni Böyük Britaniya, daha sonra Fransa, ondan aşağıda İspaniya, indi keçək Afrikada Əlcəzair, daha sonra Mali, daha biraz aşağıda Burkina Faso, daha aşağıda isə Togo və Qana olacaq. Qana, daha sonra isə Togo. Bu ölkələri Qriniç meridianı kəsmiş olacaqdır. Gəlin təkrar baxaq. Hansı ölkələr oldu? Böyük Britaniya, Fransa, İspaniya, Əlcəzair, Mali, Burkina Faso, deməli Qana və Togo. Bunları Qriniç meridianı kəsmiş olacaqdır. Və bir də bilirik ki, bu meridianın davamı gedəcək bir də Antarktidaya. Antarktidada isə heç bir ölkəyə məxsusluq yoxdur deyə onu heç birinə qeyd etməyəcək. Belə, Qriniç meridianının kəsdiyi ölkələri də qeyd etdik. Bu qədər. Sağ olun, sağlıqla qalın. Ümid edirəm ki, sizə yararlı bir video oldu.